Bağlantımız olacaq, Günay. Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı bir çox tədbirlər keçirilir. İstiqlal Muzeyində də sərgi təşkil olunub. Və əməkdaşımız da elə hadisə yerindən məlumatı çatdırmaq üçün hal-hazırda oradadır. Cinayətin Cəzası adlı sərgidən söhbət açılacaq. Eşidirsə bizi Çərkəz. Buyur. Salam. Bəli, sizin də bildirdiyiniz kimi Xocalı soyqırımının 30-cu il dönümünə həsr olunan bir çox tədbirlər və sərgilər keçirilib. Bunlardan biri də hazırda olduğumuz İstiqlal Muzeyində Cinayətin Cəzası adlı sərgidir. Sərgi ilə bağlı muzeyin direktor müavini Gülyana Məmmədovadan ətraflı məlumat alacağıq. Salam Gülyana xanım. Gülyana xanım, bizə bu sərgi ilə bağlı istərdik ki, məlumat verəsiniz. Buyurun, söz sizindir. Çox sağ olun. Deməli, mən onu qeyd eləmək istəyirəm ki, gördüyünüz bu sərgi ayın 22-sində açılmışdır. Adı da Cinayətin Cəzasıdır. Və bu sərgidə Azərbaycan xalq rəssamı, heykəltaraşı Xanlar Əhmədovanın əsərləri nümayiş olunur. Onu da qeyd edeyim ki, burada 18 əsər nümayiş olunur. Onların 10-u qrafik əsərlərdir, 8-i isə heykəltaraşlıq nümunələri. Bu əsərlərin xüsusi qiyməti var. Ona görə ki, vaxtilə həmən bu soyqırım baş verəndə Xanlar müəllim Ağdama getmişdir və Ağdamda həm bu qaçqınlara kömək eləyirdi, oradan gələnləri qarşılayırdı, imkan daxilində bir Azərbaycan vətəndaşı kimi bunda iştirak edirdi və əlbəttə ki, bir rəssam kimi deməli, material toplamışdı. Və təbii ki, o material hamısı sonradan bax belə bir maraqlı silsiləyə çevrilmişdi. Gördüyünüz burada nümayiş olunan əsərlər hamısı bizim muzeyə Xanlar müəllim tərəfindən hədiyyə olunmuşdur. Və biz buna çox böyük qiymət veririk. Hətta bizim Mədəniyyət Nazirliyimiz tərəfindən də buna yüksək qiymət verilib və fəxri fərmanla onu tərtib edə bilər həmən sərginin açılışında. Onu da qeyd edeyim ki, bu əsərlərin, hər əsərin arxasında real bir tarixçə var. Və o günü, məsələn, bu açılışda Xanlar müəllim, burada çox maraqlı qonaqlarımız var idi. Özü danışanda inanın ki, həqiqətən bu çox bir maraqlı bir ekskursiyaya dönmüşdür, çevrilmişdir. Və ona görə biz də onu da qeyd edeyim ki, bizə hədiyyə olunan bu əsərlər həqiqətən bir vətəndaşlıq, onun vətəndaş olmağın böyük bir nümunəsidir. Niyə? Ona görə ki, bu əsərlər artıq gələcək nəsillərə qalacaq və o gələcək nəsillər nəinki ancaq oxumaqla və yaxud da aslında kitabdan onu götürəcəklər. Hətta o insanların necə olduğunu, vücudlarını görəcəklər bax bu əsərlərdən. Ona görə bizim üçün bu çox vacib bir şeydir, amildir. Və biz hamını, bütün tamaşaçılarımızı bizim muzeyə, bax bu sərgiyə baxmağa dəvət edirik. Sərgi ayın 1-nə qədər davam olacaq və biz istəyərdik ki, nə qədər çox tamaşaçı gəlsə, bunlarla tanış olsa, əlbəttə ki, bu onlar üçün də, bizim üçün də çox bir gözəl hadisə olardı. Mən bir də sizə təşəkkür edirəm, sizin bizə vaxt tapıb, bizi ayırıb, bura gəlmək bizə görə. Aydındır, çox sağ olun. Biz sizə məlumatlar üçün təşəkkür edirik. Bəli, xatırladaq ki, bugün biz İstiqlal Muzeyində idik və Cinayətin Cəzası adlı sərgi ilə bağlı müsahibim Gülyana Məmmədovadan məlumat aldıq. Bizdən bu qədər, söz sizdə. Təşəkkür edirik Çərkəz, minnətdarıq. Son məlumatlara görə ən yerində olan məlumatlar verdin bizim üçün.